Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizə kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir şəhərimizin mərkəzində 28 may metrosuna yaxın ərazidə çox möhtəşəm bir yaşayış kompleksində yerləşir. Həqiqətən bunu gəlib canlı baxanda da şahid olacaqsınız. Yeni təmirdən çıxmış və təmirdən də sonra yaşayış olmamış, tam təmirli, tam əşyalı, mebel və texnika ilə birlikdə satılan bir mənzildir. Geniş 2 otaqlı mənzildir. Yəni təsəvvür edin, 108 kvadrat ölçüsü var. Yəni o dərəcə genişdir 2 otaq üçün. İndi mən mənzildə olan hər bir şey, hər bir detalı həmişə olduğu kimi sizin nəzərinizə çatdıracağam. Başlayırıq mənzilin giriş hissəsindən. Burada bizim giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda solda bu hissədə əyləşmək üçün yer nəzərə alınıb. Şkafımız yığılıb, içərisini göstərim sizə. Dərinlikdə çox yaxşıdır, tam axıra kimidir. Paltar, ayaqqabı istənilən əşyanı tam rahatlıqla yerləşdirə bilərsiniz. Burada açarlığımız var. Girişdən sağda mənzilin yerləşir çamaşırxanası. İndi oranı da göstərəcəm. Döşəmə qranitdir, isti döşəmə ilə təchiz olunub. İşıqlandırmada lüstr və spotlardan istifadə olunub. Buralar da yerləşdirilib. Ümumilikdə açıq rəngli divar kağızlarından istifadə olub mənzildə. Ona görə də gözü yormur. Vaxt itirmədən keçək otaqlardan başlayaq. Artıq gördünüz, bura mənzilimizin qonaq otağıdır. Çox geniş ölçüyə malikdir. Kvadrat şəklindədir, yəni dar uzun otaq deyil. Görürsünüz, böyük ölçülü mebellərimiz də tam rahatlıqla yerləşib. Əlavə olaraq boş ərazi də kifayət qədər qalıb bu hissədə. Yəni görürsünüz, hiss edirsiniz yəqin ki, nəzərsən künc divanı yerləşdirib, ölçüsü də qabaritdir. Yəni böyük ölçüyə malikdir. Burada 6 nəfərlik masamız var. Böyük pəncərəmiz, pərdə asılıb hazırdır. Tavan hissəni göstərim. Mərkəzdə gözəl lüstrumuz, spotlar yerləşdirilib. O hissədə yenə buralardan istifadə olunub, lepka işləmələr var. Buradan mənzilin eyvanına çıxış var. Mənzilin 2 eyvanı var. Bir eyvana həm qonaq otağından, həm yataq otağından, digərini isə mətbəxdən çıxış var. Burada saatımız da yerləşdirilib. TV stand bu hissədə yığılıb. Sağ, sol və aşağı hissələr şkafdır. Böyük ekran televizorumuz da var. Kondisioner də yerləşdirilib və buradan da digər eyvana da çıxış var. İndi oranı da göstərəcəm mətbəx tərəfdən. Döşəməsi keyfiyyətli parketdir. Yəni keyfiyyətli təmin olunub, materiallar da yaxşıdır. İnşallah buna baxanda da şahid olacaqsınız. Proyekt də superdir, mən bəyəndim. İnanıram ki, siz də bəyənəcəksiniz. Yəni bir mənzildə əsas olan nədir? Qonaq otağıdır, qonaq otağının ölçüsüdür. Bir də əsas olan mətbəxdir və bu da bu mənzildə kifayət qədər yaxşıdır, ölçüsü də gözəldir. Buradan keçirik mənzilin mətbəxinə, qonaq otağın yanında yerləşir. Buranın da çox gözəl təmiri var. İlk öncə onu qeyd edim ki, girişdə olan isti döşəmə burada da davam etdirilib. Burada qranitdir. Yeni, gözəl mətbəx mebelimiz yığılıb göstərim. Bu hissədən 3 hissədən ibarətdir. Yuxarı hissələr də şkafdır. Gəlin, içərisini də göstərim, yəni dərinlik barədə təsəvvürünüz yaransın. Üstü mərmərdir. Qaz peçi, aspiratorlar qoyulub hazırdır. Deməli, burada qabyanımız da var. Bu hissədə sobalar, soyuducumuz, dediyim kimi bütün mebel və texnika ilə təmin olunub və bunlar da qiymətə daxildir. Televizorumuz da var bu hissədə. Tavan hissəni göstərim. Kondisioner var, hazırdır. Buradan da dediyim mənzilin bir eyvanına çıxış var. Deməli, bir eyvana mətbəxdən, eyni zamanda qonaq otağından, digər eyvana da yenə qonaq otağı və digər yataq otağından çıxış var. Burada da 4 nəfərlik masamız da yerləşdirilib. Bu hissələrdə də şkaf var. Yəni əşya yerləşdirmək üçün mənzildə kifayət qədər yeriniz var. Bu barədə narahat olmağa dəyməz. Keçək, mən sizə göstərim. İlk öncə buradan bayaq qeyd etdiyim çamaşırxananı göstərim. Girişdən girən kimi sağda yerləşir. Burada deməli görürsünüz, şkafımız yığılıb. Paltar yan, qurudan bunlar da hamısı yerləşdirilib. Hazırda havalandırmasına kimi hamısı işləyə vəziyyətdədir. Yəni, burada ütüləmək üçün də paltarları yer nəzərə alınıb. Yəni hər bir şey xırdalığa kimi nəzərə alınıb bu mənzildə. Keçək, mən sizə göstərim. Buradan mənzilin sanitar qovşağını burada yerləşir. İçərisi də çox genişdir, rahatdır. Deməli, burada görürsünüz, duş kabinimiz yığılıb. Divar içi aksesuarlardan istifadə olunub. Duşumuz yerləşdirilib.
Yəni keyfiyyətlidir. Bu hissədə divar içi unitazımız, xarici hissəsində əşya qoymaq üçün yer, suşika, burada da gözəl moydadır və təbii ki, burada isti döşəməklə təchiz olunur. Keçək mən sizə göstərim yataq otağını, sonra mənzilin məlumatını və qiymətini nəzərinizə çatdıracağam. Bura isə dediyim kimi mənzilin gözəl yataq otağıdır, çox genişdir. Yəni bir yataq otağı üçün ideal ölçüyə malikdir. Ya gözəl də yataq dəstimiz var burada yığılıb. Taxtımız, arxası qubka, sağ və sol mebellər, buralar yerləşdirilib. Buradan bayaq dediyim mənzilin ikinci eyvanına da çıxış var. Burada da eyni ilə kondisioner var, bütün otaqlarda var və dediyim kimi yataq otağının dəsti çox xoşuma gəldi mənim də. Bu hissədə make-upımız, güzgü, üst hissəsi də güzgüdür. Burada da yenə televizorumuz var, yəni mənzildə 3 televizor var, hər otaqda var. Burada da böyük şkafımız yığılıb. Gəlin bunu da içərisini göstərim. 4 qapılı, yəni demək olar tam axıra kimidir. Təbii ki, burada döşəmə parketdir. Tavan hissədə də yenə lüstr spotlar hamısı var. Belə, mən demək olar hər şeyi sizə göstərdim, mənzilin məlumatlarını. Bir daha nəzərinizə çatdırım. Mənzil yerləşir 28 mayda, 28 may metro uzunluğunda piyada maksimum 5 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış geniş 2 otaqlı mənzildir. Gördüyünüz şəkildə satılır. Bütün mebel və texnika hamısı qiymətə daxildir. Dediyim kimi yaşayış kompleksi özü premium binadır. Geniş, gözəl həyəti, yeraltı avtodayanacağı, uşaq meydançası, yəni hər bir şey var bu kompleksdə. Dediyim kimi gəlib baxanda da özünüz hamısının şahidi olacaqsınız. 2 otaqlı 108 kvadrat ölçüsü var. Ölçüsü də çox böyükdür. Yerləşir 5-ci mərtəbədə və mənzilin start olaraq qiyməti 355.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.